Salam əziz 5-ci siniflər. Biz artıq sizinlə 5-ci mövzudayıq. Dövlətlər nə üçün lazımdır? Ümid edirəm ki, çəkdiyim videolar sizin üçün faydalıdır, yararlıdır. Həmişə olduğu kimi ilk öncə təlim nəticələri ilə tanış olaq. Yəni dərsin qabağında məqsədlərimizi müəyyən edək ki, nəyə nail olacağımızı da bilək. Siz xalqın mənafeyinin qorunmasında dövlətin yaradılmasının vacibliyini dəyərləndirə bilməlisiniz. Eyni zamanda siz dövlət haqqında kiçik həcmli tarixi hekayə qura bilməyi bacarmalısınız. Təsəvvür edin, bir səhər oyanırsınız. Heç bir polis yoxdur, məktəblər işləmir, yollar qarışıqdır, qaydalar yoxdur. Nə müəllim, nə həkim, nə hakim, kimdir bilinmir. Əlinizdəki şəxsiyyət vəsiqəsi belə sadəcə bir kağız parçasıdır. Sizi qoruyan, haqqınızı müdafiə edən heç kim yoxdur. Belə bir dünyada yaşamaq istəyərdiniz. Əgər belə bir həyat təhlükəli və qarışıqdırsa, deməli bizi qoruyan və yönləndirən bir qurum vacibdir. Bəs bu qurum nədir? Gəlin birlikdə öyrənək. Dövlət nədir və niyə lazımdır? Bayrağımızın dalğalandığı yer dövlətimiz Azərbaycandır. Bəs bu evi nizamlayan, qoruyan, qanunları yaradan, bizi həm ölkə daxilində, həm ölkə xaricində qoruyan kimdir? Nədir? Hansı qüvvədir? Bugün öyrənəcəyimiz mövzu məhz budur. Dövlət və onun nə üçün lazım olduğu. Dövlətin əlamətləri hansılardır? Hökmdar, yəni bir ərazidə dövlət olması üçün lazım olan amillər deyək bunlara. Dövlətin nəyi olur mütləq? Xəzinəsi, indi biz buna büdcə deyirik. Dövlətin ordusu, dövlətin paytaxtı, dövlətin qanunları, həmən o dövlətin müəyyən ərazi və sərhədləri olur. Bu mövzuda dövlətlər necə yarandı sualına cavab axtaracağıq. Sizi lap qədim dövrə aparaq. Təsəvvür edin ki, yaşadığınız yerdə ev, bina, yol, insan fəaliyyəti ilə bağlı heç nə yoxdur. Vəhşi təbiətlə üz-üzəsiz. Ətrafınızda cürbəcür vəhşi heyvanlar dolaşır. İlk növbədə nə edərdiniz? Ağlınıza nə gəlir? Həyatda qalmaq üçün nə edərdiniz? Qədim insanlar çox çətin və təhlükəli şəraitdə yaşamışlar. İnsanlar sayıca az, ətraf mühit isə əksinə vəhşi heyvan sürüləri ilə doludur. Belə bir vəziyyətdə insanlar birləşməyə, birgə fəaliyyət göstərməyə məcbur olmuşdu. Artıq bilirsiniz ki, insanların ilk məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdu. Yəni insanlar qida ehtiyatını yığıcılıq və ovçuluqla təmin edirdi. Ov, qədim insanların birgə fəaliyyəti. Ov üçün seçilən heyvana xüsusi tələ qurulurdu. Onları ya qayalıqlardan aşağı atılmağa məcbur edirlər, ya da əvvəlcədən qazılmış xəndəyə salırdılar. Amma bu nə tələb edirdi? Xüsusi bir təşkilatlanma, məqsədli bir fəaliyyət. İnsanların içərisində ən cəsarətlisi heyvanı qızışdırıb ardınca aparırdı. Qalanları isə qışqırıqlarla heyvanın əvvəlcədən müəyyən edilmiş yoldan kənara çıxmasına imkan vermirdi. Belə ov planı əvvəlcədən hazırlanırdı. Məqsədli işidir. Deməli, insanlar ən qədimdən hansısa təsisatı yaratmağa məcbur imişlər. Təsisat nədir? Məqsədli şəkildə qurulmuş, yaradılmış idarə və yaxud təşkilat. Zaman keçdikcə həmən bu insanlar müəyyən kollektiv formalarında birləşirdilər. Məsələn, qəbilə. Qəbilə nədir? Bir neçə qohum, belə deyək də, qəbilədə insanlar qan qohumluğuna əsasən birləşirdilər. Eyni soydan törüyürdülər. Daha sonra isə bir neçə qəbilə birləşib tayfanı yaratmışdı. Tayfa nədir? Müəyyən dövrdə adamların qohumluq münasibətlərinə,
dil və ərazi ümumiliyinə əsaslanan birliyidir. Yəni həm qəbilə, həm tayfa insanların bir kollektiv formasıdır. Məsələn, kollektiv formasına necə nümunə gətirə bilərik? Müəllim kollektivi olur, sinifdə öz yoldaşlarınızla bir yerdə kollektiviniz olur və bu kollektivlərdə həmişə nə olur? Bir məqsəd olur. Tutaq ki, sinifdə şagird kollektivi. Niyə ora yığılır? Dərs oxumaq üçün. Daha sonra, istər qəbilənin, istərsə də tayfanın bir başçısı olurdu. Başçı təcrübəli, tədbirli, cəsarətli və güclü şəxslər arasından seçilirdi. Ona qəbilə və tayfanın ağsaqqalları yardım edirdilər. Başçı və ağsaqqallar ümumi yığıncaqda seçilirdi. İcma üzvləri isə seçdikləri bu şəxsin qərarlarına hörmət edir və tabe olurdular. Kahinlər. Qədim insanlar təbiətdə baş verən adi hadisə və proseslərin səbəblərini anlaya bilmirdilər. Nə üçün yağış yağır? İldırım niyə çaxır? Təbii fəlakətlər, zəlzələlər, daşqınlar niyə baş verir? İlk insanlar bu sualların qarşısında aciz idilər və cavab tapa bilməyən insanlar baş verən təbiət hadisələrini ilahi qüvvələrə bağlayırdılar. Beləliklə, ilk dini təsəvvürlər yaranmağa başladı. Din xadimləri, yəni kahinlər ortaya çıxdı. Kahinlər öz dövrünün savadlı adamları idilər. Onlar əhali üzərində böyük təsirə malik idilər. İnsanlar inanırdılar ki, kahinlər onlarla ilahi qüvvələr arasında vasitəçidir. Bu hissənin uzun olması sizi qorxutmasın, əslində çox maraqlıdır. Maldarlıq və əkinçiliyin yaranması, əmək alətlərinin daha da təkmilləşdirilməsi dövlətləşmə prosesini gücləndirdi. Əkinçilik, maldarlıq, sənətkarlıq, istehsal təsərrüfatının yaranması idi. Artıq insanlar əvvəlki kimi qidanı ovdan və yığıcılıqdan əldə etmirdi. Yəni mənimsəmə təsərrüfatı istehsal təsərrüfatı ilə əvəz olunmuşdu. İnsanlar özləri əkir, becərir, mal-qara saxlayırdılar. Əvvəllər insanlar özlərinə güclə yetəcək qədər məhsul istehsal edirdilər. Amma yeni əmək alətləri artdıqca, təkmilləşdikcə bu məhsul artımına səbəb oldu. Məsələn, əkinçilikdə torpağı yumşaltmaq üçün xışdan istifadə olunurdu. Daha çox məhsuldarlıq var idi. İnsanlar əkin sahələrini suvarmaq üçün kanallar, arxlar çəkirdilər. Süni suvarma yaranmışdı artıq. Məhsul çoxaldı. Məhsul artıq qalırdı. Bəs artıq qalan məhsul kimə çatmalı idi? Artıq qalan məhsul qəbilə və yaxud tayfa başçısına, ağsaqqallara, kahinlərə çatırdı. Onların əlində cəmləşirdi və tədricən cəmiyyətdə varlı və kasıb təbəqələri meydana gəldi. Mal-qaranın artması insanları yeni otlaq sahələri axtarmağa məcbur edirdi. Bu tarixdə insanların böyük yer dəyişməsinə də gətirib çıxartmışdı. Otlaqlar uğrunda müharibələr başladı. Bu müharibələrdə qalib gələnlər məğlub olanların sərvətinə, torpaqlarına yiyələnirdi. Özləri isə ya öldürülür, ya da qula çevrilirdi. Artıq hər şey dəyişmişdi. İnsanlar əvvəl vəhşi heyvanlardan qorunurdusa, indi insanın düşməni elə insan idi. İnsan artıq insanla müharibə aparmalı idi. Heyvan şüursuz varlıq idi. İnsan isə şüurlu. Yəni artıq iki şüurlu insanın müharibələri başlayırdı. Və insanla müharibə aparmaq artıq insanlardan xüsusi təşkilat tələb edirdi. Dövlətə ehtiyac var idi. Bir zamanlar ox və kaman, nizə, heyvan ovlamaq üçün istifadə olunurdusa, artıq onlar da insanların ilk silahına çevrilmişdi. İstehsal təsərrüfatının inkişafı, süni suvarmanın yaranması insanlar arasında təşkilatçılığı gücləndirdi. Dədə Qorqud kinofilmində gənclərə tövsiyə edilir ki, torpağı əkib becərmədinsə, qorumağa dəyməz.
qorumadınsa, əkib becərməyə dəyməz. Müharibələrin başlanması isə daimi hərbi dəstələrə, orduya zərurət yaratdı. Bəs ordunu saxlamaq üçün əlavə vəsait necə təmin olunmalı idi? Bu, vergi anlayışının yaranmağına səbəb oldu. Əhali gəlirlərinin bir hissəsini qoşun saxlamasına verməli idi ki, təhlükəsiz yaşasın. Ordu olmasa, əhali hücum edən düşmənlərin qarşısında müdafiəsiz qalardı. Elə dövlətin əsas vəzifələrindən biri də indi meydana gəlirdi. Dövlətin əsas vəzifələrindən biri ərazisinin və burada yaşayan əhalinin müdafiəsi oldu. Əgər müəllim sizə bu mövzunu qrup işi kimi təqdim etsə, sizdən bu sualları tələb edəcək. Dövlət nədir? Dövlətin necə yaranması barəsində qısa məlumat hazırlayın. Siz düşünün. Bu suala cavab verə biləcəksiniz? İkinci qrupa. Dövlətin əsas vəzifələrini araşdırın. Müasir dövrdə. Məsələn, dövlət insanların təhlükəsizliyini necə təmin edir? Öz yaşadığınız ölkə ilə cavabları bildirə bilərsiniz. Dövlətin qanunları nəyə lazımdır? Heç bu dərsdən yox, ümumiyyətlə ölkəmizdə qanunlar nə üçün lazımdır? Qanunlar olmadan cəmiyyətdə nə baş verə bilər? Bu suallara cavab axtarın. Dövlətlərin insan həyatındakı rolu nədir? Dövlət olmadan insanlar necə yaşaya bilər? Əgər dərsi mənimsədinizsə, bu suallara cavab verməkdə çətinlik çəkməyəcəksiniz. Siz vəhşi təbiətlə üz-üzəsiz. Ətrafınızda cürbəcür vəhşi heyvanlar dolaşır. İlk növbədə nə edərdiniz? Məsələn, insanlarla birləşib birgə mübarizə aparardınız. Qəbilə ilə tayfa arasında fərq nədir? Bunu Venn diaqramında müqayisə edin. Məsələn, hər ikisi kollektiv formadır. Bir neçə qəbilə birləşib tayfanı yaradır. Hər ikisində başçılar və ağsaqqallar var. Qəbilədə qohum insanların birliyidir. Sizcə müasir dövrdə başçı, ağsaqqallar şurası və kahinləri hansı vəzifələrlə müqayisə etmək olar? Məsələn, ağsaqqallar şurasını nəyə bənzədə bilərik? Parlamentə bənzədə bilərik, amma təbii ki, fərqlər çoxdur. Dövlətin rolunu və əhəmiyyətini dəyərləndirin. Bunu müəllim sizə qrup işlərinizə görə bal vermək üçün bura qeyd eləmişəm. Məsələn, siz qrup işində işləyərkən diqqətli olmalısınız. Vaxta əməl edirsinizmi? Ya da mövzudan nəticə çıxarda bilirsinizmi? Özünü qiymətləndirməyə fikir verək. Müəllimin məsləhətlərini dinlədim, bəzən təlimata əməl etdim, tutaq ki, həmişə və s. Bunlar artıq uşaqlar, müəllimlər üçündür. Ev tapşırığı olaraq dövlətin vəzifələri haqqında kiçik təqdimat hazırlayın, yəni slayd. Dövlət haqqında kiçik həcmli tarixi hekayə qurun və dövlətin əlamətlərini öyrənin. Dövlətin əlamətlərini bir daha təkrarlayaq. Ərazi və sərhədlər, paytaxt, hökmdar, qanun, xəzinə və ordu. Ümid edirəm ki, uşaqlar dərsi mənimsədiniz. Əgər sizə faydalıdırsa, nəsə başqa cür izah istəyirsinizsə, videonun altında rəylərə yaza bilərsiniz.